kimsə. Bax, bu kitab çox belə şey doğurdu bizdəki. Bu kitablar ne belə tərtib bağışlayın. Biz bunu, mən fikirləşdim ki, bunu nəşriyyat stilidir, o vaxtın stilidir. Və müraciət elədi, İlahə müraciət elədi şərhşünasa, Əzam. Dedi ki, bəli, bu o vaxtın nəşri Cahan da dedi. O stildir, əsası buradan yazılır, xırdalar da qeybdir. Bu da hamısı var, baxarsın. Bax, bunu da çox işlədilər. Cahan müəllim daha belə mükəmməl tərcüməçidir. Özdə Leningrad tərcümə məktəbini keçir. Bu xalçaçalara, xalçaya aid baxın. İndi bizim bu rəqqasımız var, Sami Səməd. Deyərik, bu nə töhfəsi? Nazirləməni verdi. Bir də niyə müstəqil, çevik belə qrupdur? Çünki mütləq deyil fiziki cəhətdən yalnızda olsun. Onlar müstəqil, çevik, etkili. Yəni, o verdiyi video material əsasında videoteka formalaşır. O da yeni ekskursiyalara dəlalət edir. Yəni, ekskursiyaların formatı dəyişə bilir. Video ekskursiya ola bilər, video gid ola bilər. Bunu isə geyimlər üzrədə Nuranə xanım Samuqda, bizim etnoqrafdır, Heydər Əliyev Mərkəzinin müdürüdür, çox istedadlı geyimlərlə məşğuldur bu məsələ. O da geyimlərin videotekasını formalaşdırdı, verdi sizə. Bunların mütəl olsa bizim... Sizdədir, deyil mi? Bağlılığımızın nəkri... Yox, virtual yox. Sən ekskursiya aparanda video materialı da tapa bilirsən. Da lazım olan şeydir. Texniki təchizat lazımdır. Texniki təchizatın sonunda bizim çoxluğumuz azınlığa doğru gedəcək məncə. Yox, siz ismini intellekt, robotot, nə bilim, gitdən danışırıq. Yəni çalışın, bax bu materialı öyrənin. Bizim məqsədimiz odur ki, ekskursiyamız canlansın, video ilə də, nə bilim, audio. Zəngləşələrə bunu mütləq əlinizdə o deyil, qələm gələk işləyəsiniz. Ayrıca dedim ki, tərbiyəçi əsərlərlə bağlı dediniz ki, onlar da belə şərt verir. Bunların tarifi ilə bağlı hər hansı bir fikirlər var mı, orada yer tuturlar? Biz, yəni ki, var. Onuca öyrən. Bunun hamısını indi mən istəməyəm vaxtınızı alaq. Bu video materialı verirəm sizə. Bunu, bu bir minə qalıb var. Buklet İlahə xanım verəcək sizə. İndi, bax, buyurun, musiqi ilə bağlı İlahə xanım. Bax, orada musiqi alətləri verilir. Yəni ki, siz musiqi alətləri, onları necə ekskursiyaya daxil etmək olar? Onlar barəsində necə bilirsiniz? Məlumat olsa, necə bilirsiniz İlahə xanım? Yox, birincisi elə bir Nizami Gəncəvinin əsərlərini yazılan mahnılar. Mahnılar var orada. Amma musiqi alətindən belə o keçmişdə axı o elə çalınmayıb da, nəyəsə alətdən o musiqi ilə bağlı. Keçmişdə elə bir alətdə çalınmayıb. Ancaq o dolu köhnə musiqi bizdə o devrə aid olan musiqi, Qopuzda deyirlər. Başqa əsərlərin adını da deyirlər, musiqi alətlər. Ancaq o devirdə yəni elə səslənmir. İndi simfonika səslənmir. Amma o devrə aid elə musiqi alətlərində səslənmir. Bəlkə də səslənmir, biz bilmirik. Bilirsiniz, İlahə xanım, konservatoriyanın əslində kafedra var. Laboratoriyada yaranıb vaxtı ilə ki, bu qədim musiqi alətlərinin bəhbası var. Orada hətta özünüz bilirsiniz, musiqi ansamblında var, muğam teatrı əzmində, televizorda göstərir. Yəni ki, bir də ki, belə sual olundu mənə, bəzi tanış olanlarla ki, nə geniş, rəngarəng mütəxəssislər seçirsiniz ayrı-ayrı.
Deyirəm çünki Nizami əsərləri multidisiplinardır. Yəni biz demirik, orada musiqidə var, incəsənət də var, filologiya da var. Buyurun. Sonra yəni ki, bu mütəxəssislər kompleks şəklində öyrənsin. Bilirsiniz, kompleksliyi üçün bax bu demək bu qrupda belə genişdən gələk mütəxəssisləri bura demək ki, cəlb etmişik. Bu birinci elə bir ilk bir təcrübədir. Və mən bir koordinator olaraq, metodist olaraq bu işi yönətmək mənim boynuma düşdü. Deyərsiniz, bəs siz nə edirsiniz? Siz tərcümə ilə məşğul olmuyorsunuz. Mən yönətmişəm. Sonra onlar yazdığını ümumiləşdirib qeydlər formalaşdırmışam və mən hesab edirəm, tarixçilərə də tövsiyə etdim ki, siz də diyarşünaslıqla bağlı bu qrupu yaradın, budur buradan yolu keçin, gelin o işi görün. Bu bir ilk, bax buklet Nizami Gəncəli, qaldı bu sizin adınızda. Siz də onunla bağlı işləyib, düz demirəm Vəfa xanım, elmi işçisiniz sizdə, universitet təhsili. Olsun onlar, hər universitet, muzeyin olsun eksponatı. Kitabxana yoxdur, o nədir? Cavadxan kanseləriyası. Onların da bukletini biz bu qrupsuz metodist kimi Tağıyevlə və onları 200 işçisi çox qəşəng buklet tərtib etmişik. Yəni akademiya ilə biz elə bir nəzəriyik, kitabxana, muzey nədir? Tətbiqi. Bizim o, birləşib bax belə bir tətbiqi materialları hazırlamaq. Buyurun, indi yekunlaşdırıb Vəfa xanım. Və bunların hamısını sizə biz, necə deyərlər, təhvil veririk rəsmi olaraq. Təhvil alırıq. Məmnuniyyətlə. Zənginləşdirməyinizə söz veririk, ekskursiya məktəblərinə. Bu maraqlı olsun. Bukletdə yoxdur, burada var, baxarsınız. Muzeyin yeniləşən, yoxsa fondun yeniləşən eksponatları. Çox zəngin deyil. Orada bir Çin qabıdır, sadət, baxarsınız mütləqi. Bir də bir kitabdır. Biz baxaq buna, zəhmət olmaz, sonra gedək. Yox, get, sonda, samay son. Sonda. Orada qavqo, bu saadət göndərdiydi. Ujəzbər beyirik. Laf sona. Orada yazılıb yeniləşən eksponatlar. Get, bu sünnincilik. Baxın, bir bu xəritəni bizə təqdim elədi. Onu Əzzağa müəllim böyük bir məharətlə şərh edir. Var orada. Salın ekskursiyanı. Bu boşqab yeni qaldı. Gəncə zavodunun qabıdır. Hər nədir? Bu da, bunu da o var. Hətta mən dedim yeganə və arxasında çəkdir. Düzdür, heç nə oxuya bilmir. Və ən əsası biz deyirik ki, yetişən nəsil Nizamini necə qavrayır, necə münasibətdədir. Gedin, zəhmət olmasa. Gedin. Baxın, çox primitiv, 30 nömrəli məktəbi, uşaqlarının hazırladığı, bəli, yəni laqeydlik yoxdur. Çox primitiv eksponatdır bu. Bunu da Əzzağa müəllimdən xahiş elədim ki, siz video görüntülü öyrənin, yəni ki, material olsun, ne belə qalmasın. Daha mı? Fərə xanımla gitti, orada bir Nizami bir güşə gəldi. Oradan görüntülər yox, varsa sağ. Hətim mən onlara məsləhət elədim, görüş duran direktor. Onu görmüşsün statusda, gözəl tərbiyə. Təşkil ediləcək. Prosto mən siz dedik ki, biraz burada remonta gedəcək, o qalsa, qırlar deyir ki, məsələn, qədim əşyalardan da burada, o məktəbdə bir çox var. İndi dedi, xahiş edilərik, kimdə nə varsa da gətirərik, bu şeylər, adını da Nizami Gəncəli. Yaxşı ideya verdiniz mənə, çox sağ olun. Yəni ki, bu belə qalmasın donuq vəziyyətdə. Onu yaratdınız, çəkin artıq. Özünüz işləyin artıq. Bir də, bu eksponatlarla bağlı
Mənə müraciət edərlər. Dedim, mənə yox, ekspertlərimiz var. Mən əlaqələndiriciyəm də. Nəyə görə bütün rekvizitləri vermişik? Soyadını, sonra telefonunu, maili yazışır. Nə sual yarandığı, orada var da hamısı yazılır. Kim xalçatdırdı, kim rəqqasdır, kim nə bilim, piyano çalandı. Hamısı var orada. Bu xalçada ayrıca çox maraqlı bir şəkil var. Hamısı yəqin ki, tanıdığımız bir xalçadır. Yuxarıda İslam. Oxudunuz mu burayı? Burada bəli, böyük haşiyədə daha Azərbaycan şairi Nizami Gəncəvin xəncəsən nümunələr təsvir olunur və Nizami portretinin aşağı Bəli. Buyurun. Nizami portretinin aşağı və yuxarı hissəsində naxışının içərisində göz işarəsi. Biz ona heç şey eləmirik. Bəli. Göz işarəsi təsvir olunur ki, bu da xalçanı bədnəzərdən qorumaq məqsədidir. Yəni, hər bir kelimi, hər bir naxışın xüsusi mənası var, gizli mənalar var. Onun xalçası Bakılıdır. Fonda isə butalar və su deyilən motivlər bulunur. Bu da simuk quşunu simvolizə edir. Simuk quşu nədir və buranın yanındakı, bunun yanındakı naxışlar da həyatın davamlılığına işarə olaraq təsvir olunur. Çox maraqlı burada elementlər var. Yəni, bu şərhləri ekskursiya mətninə qatmaqla gələn bundan daha çox diqqətini Yayına məşğul var yuxarıda. Mən maraqlı gəlir. 1953-cü ildə. Əslində çox sadədir orada. Orada naxışlıqla digər xalçalarla müqayisədə oradakı naxışlar daha azdır. Al-əlqələr azdır. Və sadəcə gəlirliyi baxımdan işlədir. Məncə istəyirlər. Kimi bilsin, davamlı olsun. Sabah verəcək narahat olma. Ona elə baxmaqla yox. Gördün, tapdı, rast salma. Söyləyənlər Biz mütləq sənət eləməliyik, biz hamıya gəlirlər olmuşuz, ekskursiya mətnini dəyişməliyik, dəyişdirilmək biz yox ama düz çox istəyirləri, çox gələn var, qonaqlar çox istəyir onu, dərindən girişirlər, çox suallar verirlər. O ki mədənə suallar verilir, biz onları yadımızda saxlayırıq ki, bax, deyir ki, burada niyə bu bilmədir? Gələn qonaq çox uşaqlar, böyüklər, hamı sual verir, hər şeyini indi öğretçi dönülür. Hamısı deyir ki, nəyə görə Monqolların gözü kimidir? O xalçalarda, o şəkillər, hamısı deyir elə bir Monqolistandan gəlir. Deyirəm, bu vaxtda rəsimlər elə çəkilirdi də, əfsanəvi. Ona görə ki, bu minyatür əsəri ilk dəfə olaraq uğurlarda yaranır. 8-ci əsrdə. Və onlar da Monqolların gəlişi ilə Azərbaycana gəldilər 13-cü əsrdə. Həmin dövrdən etibarən tədris minyatür məktəbi artıq inkişaf etməyə başladı. Monqollar, yəni gördüklər, o obrazları yaratmağa başladılar. Həmişə çox özünüzü deyirəm, mən bir çox üçün görürüm. Bu şəkillər deyir, bütün hazırlar. Əlbəttə Monqol türkləri, Monqol obrazlarının olması ən vədillər. Çünki fərqli türklərin gözləri qıyıq olur. Əslində qıyıq olur. Zaman keçdikcə belə hava şəraitindən ya yaşadığımız antropoloji dəyişikliklər. Əmir Teymur'la Atilla'da qıyıq gözlə kimi təsvir edilir. Məncə ona Bir da də əvvəl həmişə o xalçanın üzərində bir şair. Mən bu əsəri tam oxumuşam. İskəndər Nurmənin uşağı ilə o görüşür. O İskəndər Bərdəyə gəlir. O sənə hər İskəndərin Bərdəyə gəlmək, İskəndəri, Bunlar İskəndəri Azərbaycana gəlməsi ilə təqib faktlar yoxdur. Nizami həm ideal kimi təsvir edir. Çünki Nizami Gəncəvinin təsvirində İskəndər təkcə bir partik deyil. Demək, işğalçı deyil. O Nizamın gözündə ideal hökmdarlar, hətta peyğəmbər obrazıdır. O yaratdığı poemaları da ideallaşdırılmış bir hökmdardır, ilk olaraq. Orada Türk hökmdarı ilə, müşahibə ilə söhbət var orada. Nizami Gəncəvinin əsərlərinə baxsaq, orada anakronizm tarixinin geri yatılması, yəni geridəki tarixi günümüzə gətirilməsi. Yəni, belə-belə mənada biraz gəlir. Yəni ki, Tamam, şahı da biliriz. Çok sağ olun. Çok sağ olun. Yani sizin
borcumuzdur. Həmrəy olaraq bu işi gördük. Töhfə verəcək. Evlə muzey işinin elə bir birgə gördüyüm küçücük bir iş. Sağ olsunlar. Fondun işçiləri, bələdçilərimiz, nəzarətçi çox vətənpərvərdir. Çox. Hə. Sağ olun, siz də sağ olun. Texniki dəstəyə görə.